Mən çıxışıma başlamamışdan əvvəl qonşum millət vəkili hörmətli Tahir bəyin bizim ünvanımıza, müxalifətin ünvanına, o dövrlərə olan fikirlərinə bir münasibət bildirmək istəyirəm. Sual eləmək lazım deyil. Bəli, ölkədə demokratiya yoxdur, söz azadlığı yoxdur. Əgər belə olmasaydı, 2 gün bundan qabaq öz azad sözünə görə, fikrinə görə 2 perspektivli gənc sifarişli və biz o məhkəmələrdə iştirak eləmişik və qərəzli şəkildə həbs olunmazdı. Bu, azad sözə olan bu hakimiyyətin dözümsüzlüyüdür və münasibətidir. Ölkədə demokratiya yoxdur, azadlıq yoxdur, seçkilər saxtalaşdırılır. Bunu biz dəfələrlə bəyan eləmişik və bizim mövqeyimiz deyil tək. Bu, beynəlxalq təşkilatların, azad dünyanın Azərbaycana olan münasibətidir. Bugün müxalifət zəifdir, gücü yoxdur deyib, ondan qorxan hakimiyyət ona meydanlar vermir, öz gücünü göstərmək üçün dəfələrlə müraciət eləməyimizə baxmayaraq, bütün qanunları pozan, Milli Məclisin qəbul elədiyi qanunlara məhəl qoymayan bu hakimiyyət nümayəndələri indiyə qədər neçə ildir, hətta piketin keçirilməsinə belə imkan vermirlər. Çünki qorxurlar, insanların bir yerə yığışıb öz fikirlərini azad surətdə ifadə eləməklərindən çəkinirlər. O keçmiş bir ili isə müqayisə eləyə bilməzsiniz. O bir il Azərbaycan xalqının tarixində ən şərəfli ildir. O bir il Azərbaycanın içərisindən çıxanların Azərbaycan xalqı üçün çalışdığı ildir və özünə layiq olan illərlə gələcəkdə inşallah müqayisə olunacaq. Bu illərində qiymətini gələcək zaman tarix verəcək. Keçirəm büdcə ilə bağlı fikirlərimə. Son illərin bir qayda olaraq artan büdcə imkanları fonunda cari ilin 9 ayının büdcəsinin 19% kəsirlə icrası və bu ilin təsdiqlənmiş büdcəsi ilə müqayisədə 2010-cu ilin büdcə gəlirlərinin 18,9% azalmasını mən yalnız və yalnız qəsb büdcəsi, iqtisadiyyata, sosial həyata, xüsusilə də elmimizə, təhsilimizə, səhiyyəmizə qəsb büdcəsi adlandırıram. Özü də bu qəsb büdcəsini elə bil ki, hökumət qəsdən edib ki, ölkədə sosial gərginlik yaratsın. 2010-cu ilin büdcəsi bizə nə vəd edir? Əlbəttə ki, birbaşa demək olar ki, yaxşı heç nə. Əgər 2009-cu ildə büdcədən bütövlükdə əməyin ödənilməsinə 2,55 milyard manat vəsait nəzərdə tutulmuşdursa, növbəti il bu məbləğ 2,38 milyard manat olacaq. Yəni ki, bu illə müqayisədə əmək haqqına büdcədən 170 milyon manat və ya 6,7% az vəsait xərclənəcək. Demək, büdcədən maaş alanlar gələn il əmək haqqı artımına həsrət qalacaqlar. Bu artım olsa da çox cüzi olacaq. Baxmayaraq ki, pensiya fonduna gələn il bu ildəkindən 38 milyon manat çox vəsait transfer olunacaq, amma fondun bütövlükdə büdcəsi bu ilin proqnozu ilə müqayisədə 18,3 milyon manat az olacaq. Fonddan əhaliyə ödənişlər isə bu ilin proqnozları ilə müqayisədə 17 milyon manat 775 min manat az olacaq. Bu o deməkdir ki, ya pensiyalar azalmalıdır, ya da pensiyanın məbləği. Bizim hökumət hər ikisini azaltmaq kursunu götürüb, yəni bir güllə ilə 2 quş vurur. Pensiyasılarını azaldır, pensiya məbləğini də. Digər tərəfdən də büdcə təşkilatlarının pullu ödənişlərindən daxil olan vəsait yönəldilir kəsirin maliyyələşməsinə. Hansı ki, həmin vəsaitlə universitetlərdə müəllimlərə maddi yardım verirlər ki, aldıqları əmək haqqına oxşasın. İndi belə çıxır ki, universitet müəllimlərinin maddi yardımı hesabına gələn ilin büdcəsinin yırtığı yamanacaq, ayıbdır. Tələbə o pulu ona görə ödəyir ki, müəllim ona normal dərs versin, layiqli əmək haqqı verə bilmirik. Heç olmasa professor müəllim heyətinin maddi yardımını əlindən almayaq. Yəni doğrudan da bu hökumət bu qədər kasıblayıb ki, müəllimə verilən maddi yardıma, pensiyaya göz dikir. Axı hökumət deyirdi ki, 50-100 milyon bizim üçün böyük pul deyil. Onda universitetlərdən yığılan pula niyə təmas alırsınız? Hökumətin haqqı var onu deməyə əlbəttə ki, məhz bu hakimiyyətin dövründə Əzbəyev metro dairəsindən hava limanına gedən avtomobil yolunun layihələşdirilməsi və yenidən qurulmasına üst-üstə 298 milyon manat. Bakı-Quba Rusiya avtomobil yolunun 180 kilometrinin tikintisi və 120 kilometrinin təmiri üçün üst-üstə 445 milyon manat. Əzizbəyev metro stansiyası dairəsində yol qovşağının tikintisi üçün 129 milyon manat. Ramstor mağazası yol qovşağının tikintisi üçün 96 milyon manatdan çox büdcə vəsaitinin ayrılmasına sizlər qərar vermişsiniz. 2 yola 743 milyon manat, 2 körpüyə də 225 milyon manat, 4 obyektə 1 milyard pul ayrılmasını təklif edən hökumət, qərar verən Milli Məclis nədən indi qəpik sayır? Müəllimin maddi yardımına, pensiyasının pensiyasına, həkimin məvacibinə göz dükür. Bu büdcəyə səs vermək olarmı? Qətiyyən vermək olmaz. Mən növbəti məsələlərdə öz fikrimi bildirəcəm. Sonda bir məsələ ilə bağlı, bir məsələyə diqqətinizi çəkmək istəyirəm. Hörmətli demokratiya carçıları, bu il bələdiyyə seçkiləridir və yerlərdə müsavatın üzvləri, bələdiyyə namizədliyini verən bütün üzvləri dairələrdən çıxardılır. Xüsusilə burada təhsil işçiləri, məktəb direktorları rol oynayır. Onları şantaj edirlər, qorxuzurlar. İşdən çıxarmağı ilə bağlı
indiyə qədər Müsavat Deputat qrupunun ondan artıq qanun layihəsi var ki, təqdim edib. Çox təəssüflər olsun ki, onun biri də bura salınmayıb. Burada diqqətimizi çəkən qanun layihələri var ki, onları birinci oxunuşda da müzakirə eləmişik. Tutaq ki, Tikinti Məcəlləsi, Şəhərsalma Məcəlləsi var ki, salınıb. Rəqabət Məcəlləsini müzakirə eləmişik, sözümüzü demişik. Bu Rəqabət Məcəlləsi salınıb, yəqin ki, qəbul olunacaq. Amma söhbət ondadır ki, ölkədə rəqabət mühiti yoxdur. Ölkədə hakim partiyanın diktəsi var, monoloqu var. Heç bir rəqabət mühiti yoxdur və bu rəqabət mühitində heç kəsə haqq tanınmır. Onun bir nümunəsi də burada parlamentdədir. Çox təəssüflər olsun ki, payız sessiyası da əvvəlki sessiyalarda olduğu kimi yenə də müxalifətin hüququnun pozulması ilə başladı. Amma normal ölkələrdə, normal demokratik ölkələrdə ilk olaraq, bəli, bu qanun layihəsinin əlavələrlə bağlı müxalifətə haqq tanınmalıdır, müxalifətə o tribuna verilməlidir və o yarım saat ərzində özünün təklif elədiyi qanun layihələrini diqqətə çatdırmalıdır. Bunun da səbəbi bəllidir. Ona görə ki, doğrudan da bu hakimiyyət müxalifətdən qorxur, gerçək müxalifətdən qorxur. Kimisə müxalifət adı ilə seçki komissiyalarında yapın üzvlərini onların adı ilə təmsil elətdirib, bu mənim müxalifətimdir və müxalifət adına onu söz verməklə deyil. Bu xalq kimin kim olduğunu çox yaxşı bilir. Bu xalq əgər gerçək, normal, demokratik seçki olarsa, gerçək müxalifətin də kim olduğunu üzə çıxarar, gerçək iqtidarın da kim olduğunu yapar. Amma çox təəssüflər olsun ki, ölkədə bu rəqabət olmadığına görə və ölkədə qanunlar işləmədiyinə görə bu mühit Azərbaycana hakimdir. Mən təklif edirəm ki, gündəliyə qanunların, ölkə qanunlarının işləməməsi ilə bağlı bir mexanizm sisteminin hazırlanması məsələsi gündəliyə daxil edilsin. Burada iki problem var. Bir, qanunların qəbul olunması məsələsində hüquqların pozulması. İki, qəbul olunmuş qanunlara məhəl qoyulmaması və hakimiyyət nümayəndələrinin istədikləri formada bu qanunların üstündən keçərək öz istədikləri kimi idarə eləmələridir. Və bütün sferalarda bu görsənir. Bu günlərdə sel fəlakəti ilə bağlı hər birimizin diqqətimizi çəkdi. Regionlarda baş verən o faciə, hər birimizin ürəyimiz ağrıdı bu hadisəyə. Və burada da səsləndi. Bəli, doğrudan da o hadisəyə, bu fəlakətlərə bir hazır deyilik. Amma ondan da dəhşətli bir fəlakət tüğyan eləməkdədir Azərbaycanda. Bu, Azərbaycanda baş verən korrupsiya və rüşvətdir ki, hər kəsin evini basıb. Hər kəsin o deyiri 1 metr 20 santimetrdən yuxarı evə daxil olub. Evin lap tavanına qədər daxil olub. Ölkədə rüşvət və korrupsiya görünməyən bir formada tüğyan edir. Hesab edirəm ki, bu məsələdə gündəliyə daxil olmalıdır və baxmayaraq ki, bir çox mexanizmlər yaradılıb. Rüşvət və korrupsiya nəzarət mexanizmi ilə bağlı, işlərin getməsi ilə bağlı hesabatlar var, sözlər deyilir. Amma mən hesab edirəm ki, il-ildən, günü-gündən getdikcə rüşvət və korrupsiyanın miqdarı artmaqdadır və iş o yerə gəlib çatıb ki, artıq Milli Məclisin deputatlarının 1-2 il bundan əvvəl bu məsələ ilə bağlı qaldırdığı məsələlərə münasibət bildirilirdisə, indi nazirlər, komitə sədrləri, hakimiyyət nümayəndələri, icra nümayəndələri bu məsələlərə heç əhəmiyyət vermirlər. Mən sizi inandırıram, hətta elələri var ki, müxalifətin kiminsə adını tənqidlə çəkməsini istəyir, hətta bunun onun xeyrinə olacağını düşünür. Düşünür ki, müxalifət kimisə tənqid eləyirsə və onun adı çəkilirsə, bəli, əlbəttə ki, bu hakimiyyətə xoş görünmək üçün ona cavab verməlidir və hakimiyyət onu müdafiə eləməlidir. Mən son dövrlər tendensiya halını alan bir məsələyə də sizin diqqətinizi çəkmək istəyirəm. Bu, hüquq mühafizə orqanlarında baş alıb gedən özbaşınalıqla bağlıdır. Biz məhkəmələrin azad olmadığını, Azərbaycan iqtidarından asılı vəziyyətdə olduğunu, yuxarıların diktəsindən işlədiyini bilirdik. Amma bu son dövrlər bu məsələ xüsusi diqqət çəkir. Və siz təsəvvür eləyin ki, əgər əvvəl bu hər hansı bir məsələ ilə bağlı şikayət olunub, bunun süründürməsiliklə də olsa nəticəsinə nail olmaq mümkün olurdusa, son dövrlər Azərbaycanda əzilən, döyülən, təzyiqlərə, təqiblərə məruz qalan insanlar polis orqanlarına, hüquq mühafizə orqanlarına şikayət eləyirlər. Həmin insanların özünü tutub içəri qoyurlar və həmin insanların özünü cinayət məsuliyyətinə cəlb eləyirlər. Nəinki onların şikayətinə baxıb bu məsələnin araşdırılması və doğru dürüst bunun haqq hesabı sorulması məsələsi olmalı idi. Son bu gənclərin Adnan Hacızadə və Emin Millinin məsələsi ilə bağlı burada Cəmil müəllim də səsləndirdi, digər deputatlar da səsləndirdi. Biz o məhkəmələrin gedişində iştirak edirik. İnanın biabırçılıqdır. Yəni, ora gedib oturan insanlar, bir neçə millət vəkili gedib otururuq və görürük ki, doğrudan da bu qanunları, bu hakimlər, bu hüquq mühafizə bütün sahələrdə ələ salırlar və çox acınacaqlı bir haldır və bu Azərbaycanı heç yaxşı yerə aparmır. Bu Azərbaycana heç də yaxşı gələcək vəd eləmir. Əlbəttə ki, bu məsələlərlə bağlı bu parlamentdə biz hər zaman məsələ qaldıracağıq və bu məsələlərə son qoyulmasını tələb eləyəcəyik. Və bizim